yardımlı tərəfdə zad o. Onlara Mirdazvo deyirlər, o yettilər, qar adamları. Qar adamları. O kəndləri, bəli, yəni. Quleybanilər də o bütün Azərbaycanda. Bəli, bu başlığı qoya bilər. Yardımda Quleyban. Təsvir edə bilərsiniz, necədir? Quleybaniyə olan Mirdazvo deyirlər. Çalışlar ona Mirdazvo deyirlər. Mirdazov. Mirdazvo. Mirdazvo. Dəqiq. Mirdazov ya Karsın yapmış. Quleybani qar adamı da. Quleybani, hə. Qar adamı. Azərbaycan, hə. Qar adamı. Onun görüntüsünü təsvir edə bilərsiniz. Yox, tutmamışam, görmüşəm. Təymə yox, gəlirsən kəndə, babamız, ulu babalarımız onları görür. Yəni ki, doğrudan elmi yanaşımı ilə də biri var, uydurma şeylərdir. Və başlayırsan, həmən o şeydə, kollektiv şuradır. Tutalım, yardımlının dağında, dağlarında, kəndlərində danışırdılar ki, eyni fenomeni, eyni ki, mən şeydə eşitmişəm, Tibetdə eşitmişəm. Eyni şeydir də, falan. Sonra Sibirdə eyni şeylər ki, Qafqaz, Şimali Qafqazda. Yəni ki, biri var ki, yalan bir şey olsaydı, halüsinasiyası. Yəni, bunlar başqa şey danışardı, onlar başqa şey danışardı. Eyni şeylər danışırdı. Siz yardımda görməniz necə oldu müəllim? Elə gecə meşədə oradadır. Yəni ki, qayalığı var, dağlar var da. Həmən yerdir, orada yəni ki... Necə görünürdü? Orada yenə deyirəm də, o hala düşmək lazımdır, o şey olur. O elə-belə insan görmür onu. Yəni ki, o yerli cəmaat da, tutalım, qar nəsə vaxtı, yorulurdular, gecə vaxtı, nəsə yuxulayırdı, mürgüləyirdi, nəsə. Xınalıqda da indi ki, mağaranın içinə girirdi, indi bu intervyuda var. Mürgülədi nəsə, gördü ki, işıq gəldi. O həmən o hala düşürsə. Başa düşün, onlar necə görünür, ağlayır? O, belə bir meymuna bənzər bir şeydir, tüklü, böyük bir 3 metrə boyda. Belə boz rəngində 3 metrə boyda. Şimpanze kimi deyil mi? Gorilla kimi. Gorilla kimi bəli belə. Onlar insana zərər verə bilər? Bəli, əlbəttə. Bir baxıb deyil. Çox maraqlı. Mən onlara inanmıram valla. Gedib görərsən. Yox, gedib görmək istəmərəm, amma qorxuram ondan.